Niyə dərimiz baxımsız görünür? Axı hər gün kremlərdən istifadə edirik. Bir çox pasiyentin verdiyi suala cavablamaq istəyirəm. Dərinin baxımsız görünməsi təkcə estetik məsələ deyil. Bu həmçinin dərinin funksional vahidi ilə əlaqəlidir və struktur vahidi ilə əlaqədardır. Ona görə də bir çox insanlar evdə hər gün krem, maska və ya serumlardan istifadə edirlər, amma dəridə ton rəng bərabərsizliyi və yaxud dərinin solğun olması, dəridə ləkələrin, izlərin olması, həmçinin xırda-qırışların olması müşahidə olunur. Bu halın baş verməsinin əsas səbəbi evdə qəbul etdiyimiz kremlərin və maskalarının dərinin dərin qatlarına təsir edə bilməməsidir. Dərimiz 3 qatdan ibarətdir: epidermis, dermis və hipodermis. Bizim tətbiq etdiyimiz bütün baxımlar epidermis qatına tətbiq olunur və epidermis qatı dərinin qoruyucu baryer funksiyasını yerinə yetirir. Həm ətraf mühitdən dərini qoruyur, həm də tətbiq etdiyimiz maddələrin dərinin dərin qatlarına keçməsinə mane olur. Krem vurduqdan sonra dərimizdə yumşaqlıq hiss etsək də, hüceyrə daxili regenerasiya baş verməməsi olduğuna görə dərin qatlarda heç bir effekt almaq mümkün deyil. Və üzdə olan yorğunluğun yaranma səbəbləri isə kollagen sintezinin 25 yaşdan sonra hər il 1,5% zəifləməsi, lipid, yəni yağ təbəqəsinin getdikcə yaşa uyğun olaraq azalması, dərinin qoruyucu funksiyalarının və mikrosirkulyasiyanın həmçinin pozulması ilə əlaqədardır. Hətta qidalanma və stres də bizim dərimizə müsbət və ya mənfi təsir göstərə bilir. Bütün bu etdiyimiz ev şəraitində prosedurlar, bəli, profilaktik prosedurlar sayıla bilər. Lakin dərin bərpa etmək üçün heç bir effekt vermir. Ona görə də mütləq şəkildə biz həkimlər tərəfindən professional müdaxilə ilə dərimizə müdaxilə olunmalıdır. Dərimizdə əsl dəyişiklik yaratmaq istəyiriksə, mütləq şəkildə həkim tərəfindən dərinin dərin qatlarına inyeksiya müdaxilə olunmalıdır. Və bu inyeksiyalar isə fərdi analiz və professional yanaşma əsasında təyin olunmalıdır və pasiyentə adətən bu problemlərlə müraciət edən pasiyentlərdə biorevitalizasiyalardan istifadə edirik. Tərkibi kollagen, hialuron turşusu, niacinamid, glutatiyon, amin turşuları, peptidlər və s. olan birləşmələrdən ibarət olan dərman maddələri, biorevitalizasiyalar ən ideal seçimdir.